Avtopilot. Ayaz qardaşımız sual verir ki, siqaret çəkmək avtopilotdur. Deyirəm ki, əziz qardaşım, nəinki siqaret çəkmək, bütün hərəkət və davranışlarımızın 90% avtopilotdur. Yəni neyronlar arasında əlaqə yaranıb və salam səndən icazə almadan beyin özü səni aparır, əlüzvü yursan, onu eləyirsən, bunu eləyirsən və salam bu vərdişdir, şərti refleks. Bu beyin orada artıq yazılıb proqram. Yəni bizim şuurlu davranış, bizim dayanıb, düşünüb verdiyimiz qərardır. Amma beyin onu icra eləyirsə, o artıq avtopilotdur. Bu da ziyanlı, ziyansız məsələsi burada yoxdur. Yəni elə hərəkət və davranış var, o ziyanlıdır, eləsi var, ziyansızdır. Məsələ o deyil. Yəni tək sən siqareti ziyanlı sayırsansa, mən sənə elə ziyanlı hərəkət və davranış deyim ki, səhər naharı. Bəli, dəli oldu, yenə bu baş xarab oldu. Xeyr, gidin araşdırın. Sonra gəlin, söyün burada. Nə qədər istəyirsiniz? Səhər naharı insanı öldürən birinci faktordur. Niyə? Çünki biz oyanırıq, amma beyin elə oyanmayıb, bədən elə oyanmayıb. Yatır, bütün orqanlar yatır. Mədə, qaraciyər, hamısı yatır. Yəni gəlsən şap-şap tullayırsan, oraya yağdan, kərə yağı, bal, lam. Mən də təqizlənmirəm, yəni çətin məsələdir. Amma ziyan axtarırsansa, bəli, ən böyük ziyan. Və getdin, saat 10-da 11-də durur bədən yuxudan. Və ona görə də tövsiyə edirlər ki, yuxudan duran kimi gərnəşdin, bir-iki davranış və günəşə çıxmaq lazım. Çünki biz iki yerdən enerji alırıq. Günəşdən, bir də torpaqdan. Bəli, və bizi davamı var. Deyəcəm, günəş, birinci günəş qaldı. Günəş qəbul, bax, günəş. Ondan sonra gəlirsən, Allah verəndən bir tikə yeyirsən, o da saat 10-da 11-də. Yəni, bu belədir. Yəni, məsələ o ziyanlı, ziyansız məsələsindən biz şuurla, beyindən danışırıqsa, bəli, gündəlik elədiyimiz bütün hərəkət və davranışlar, yəni də avtopilot, iki neyron arasında yaranan əlaqədir. İndi sən onu, demək deyil ki, sən onu tərgiz, yox, sadəcə şuurlu yaşamaq üçün dayanıb düşünməlisən. Bunu eləyirəm, eləmirəm, bunu niyə eləyirəm, üzümə neçə dəfə su vururam. Yəni, məsələ budur, yəni belə. Ayaz qardaşım, bir də son xahişim, mənim paylaşdığım videolar içində çox müdrik kəlam, düşündürücü kəlamlar var. Gəlin, baba alqoritmaya savaş açaq, paylaşın sizdə. Görəcək ki, paylaşılır, diqqət cəlb edir, ondan sonra yayımlayacaq. Elə videolarım var burada. Baxıram ki, qızıl kəlmələrdir. Baxıram ki, siz onları axtarırsınız, amma alqoritm onları sizə göstərmir. Nə videonun keyfiyyəti yoxdur, yəni Nəsim haqqında 3-4 videomu paylaşan kimi blokladı. Yəni Nəsimi kimi hələ də gəlməyib bəşərə. Yəni belədir də bu mübarizə aparmaq lazım. Paylaşın, storydə paylaşın, rəy yazın, qoy baxsın cəmaət. Var olun.